PKK dəftəri bağlanır. Türkiyə nə edəcək? Türkiyə neçə ildir ki, bunların nəzərinə çatdırır ki, bu silahlı mübarizə terrorçu təşkilatdır. Onsuz da onları Amerikadan tutmuş Avropanın əksər ölkələrinə qədər hamısı terrorçu təşkilat kimi tanıyırdı. Silahı yerə qoyun, adam balası kimi gəlin, siyasi proseslərə qoşulun, siyasi partiya yaradın. İndi məsələn, bu saat Kürdlərin maraqlarını təmin edən Türkiyədə 2 siyasi partiya var. Onların parlamentdə ən azı 50-yə yaxın deputatları var. 10% səs ala bilirlər. 10% səs ala bilirlər. Və bütün bunları nəzərdə tutaraq Türkiyənin siyasi rəhbərliyi deyirdi ki, bu işin axırı yoxdur. Onsuz da bütün sahələrdə silah sarıdan biz sizdən üstünük. Dağlarda, meşələrdə, mağaralarda gizlənsəniz də sizi orada tapıb məhv edirik. Yaxşısı budur, gəlin ölkənizə, Türkiyəyə gəlin yaşadığınız ərazilərə. Orada siyasi partiyalarınızın özəyini qurun və bu özəklər vasitəsilə ölkədə siyasi hakimiyyət uğrunda mübarizə aparın. İndi nə qədər parlamentə yer alacaqsınız, nə qədər hökumətdə təmsil olunacaqsınız, bu sizin siyasi mübarizənizdən asılı olacaq. Nəhayət onlar bunları bu həqiqəti qəbul elədilər və partiyanın o başqa bir partiya var. Dem partiyası. Dem partiyası. Dem partiyasının nümayəndələri Abdullah Öcalan'a ziyarətə getdilər İmralı adasında. Onunla bir neçə dəfə görüşdülər, danışdılar, müzakirə etdilər və son nəhayətdə belə qərara gəldilər ki, Abdullah Öcalan'ın azadlığa buraxılması şərti ilə və bir də ki, həmin indiyənə qədər silah götürüb Türkiyə dövlətinə tərəf silahlı atəş açmış adamların əfdən yararlanması xatirinə Kürd Fəhlə Partiyası özünü buraxsın.